Dərsimiz ümumiyyətlə yadınızda saxlayın ki, təhsildə 3 əsas anlayış var. Məzmun var, təşkil var və qiymətləndirmə var. Kurikulumda da eyni qaydadadır. Yəni kurikulumda müasir təhsil proqramıdır deyə məzmun, təşkil və qiymətləndirmə əsasında qurulubdur. Yəni məzmun nədir? Biz şagirdə nə öyrədirik? Şagird nə öyrənir? Məzmun bax budur. Təşkil nədir? Biz dərsimizi necə təşkil edirik? Hansı iş üsulu ilə, hansı iş forması ilə, hansı yolla qururuq, dərsimizi keçirik odur. Qiymətləndirmədə şagirdin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. Yəni şagird necə nailiyyət göstəribsə, biz ona qiymət veririk, biz onu qiymətləndiririk və yaxud biz ona rəy veririk də fərqi yoxdur. Yəni qiymətləndirmə standartı odur ki, şagirdlərin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. Bir də deyirəm, kurikulum müasir təhsil proqramıdır. Bunu yadınızda saxlayırsınız, müasir təhsil proqramıdır. Məzmun, təşkil və qiymətləndirmə burada əsas yer tutur. Məzmun odur ki, şagirddə nəyi daha doğrusu məzmun nədir? Şagirdə nəyi öyrədirik, şagird nə öyrənir? Budur. Təşkil nədir? Dərsimizi hansı iş üsulu ilə, hansı iş forması ilə, hansı yollarla qururuq odur. Qiymətləndirmədə şagirdin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. Yəni necə nailiyyət göstəribsə, biz onu qiymətləndirəcəyik. Bax odur, nailiyyət